evə gəldim. Gözüm aydın. Nə olar qarşılasaydın məni bir dəfə xoş üzlə. Hələ gözlə, bu nədir? Başlamadı, Təzə üst baş və tıraqdır. həyat ondan yenə gəldim. Onsuz da şübhələnirdim ki, sənin var nəsə gizlin bir işin zat. Çoxalıbdır gülüşün zat. Gecə kimlənsə yəqin var görüşün zat. Dayanar var, hara getdin? Yenə beynində nə etdin, nə düzəltdin, belə fantaziya yarattın. Sənə mən halbuki illərdir ki deyirəm gedək Antalyaya. Nəylə? Oturub evdə gedək deməklə bir iş olmur. Hələ bir dur, de yoxun dursa pulun bəs necə aldın belə bir şey? Deyirəm, De. prior lizində getdim. Elə bir təklif eşitdim ki dedim əntiqədir bu. Aha, nə oldu? Dedilər köhnə traktorunu gətir, al təzəsin, sərf eləsin, bax beləsin. Mən də bəyəndim bu işi. Yox bir əşi. Onsuz da köhnə traktorumu alan adam yox idi. Üstəlik xərci çox idi. Prior gəldi yerində qiymət çıxartdı və aldı. Elə bir möcüzə gəldi. Eyni gündə köhnə getdi, təzə gəldi. Hələ bir sərfəli kredit də təşkil etdi mənim üçün. Daha hər gün demərəm gəl kömək et köhnə traktorumuzu xodda. Daha modda New Holland kimi dost var. Universal və əzimkar, rahat özdə. Korobka avtomat özdə. Monitor fulldur və bir də var hətta kondisioner də. Rahat anlar işin artıq bu gedişlə. Bu sezon bir neçə işlə qazanıb yaxşıca pulla gedəcək xaricə. Hurra! Olar anamla bacımı da götürüm. Hə, bax sən üzə ağ elədin, görün bura.